Birinci istəyərdim deyim ki, Azərbaycanda heç bir dövlət çevrilişi təhlükəsi falan yoxdur. Əgər dövlət çevrilişi təhlükəsi olsaydı, birinci, bu işdə iştirak edən şəxslər, açar fiqurlar hər hansı bir şəkildə nəzarətə götürülərdi. Yəni, normalda bu həbsdir. Başda Ramiz Mehdiyev olmaqdır. İkinci, çevriliş olan ölkədə dövlət başçısı və onun həm həyat yoldaşı, həm dövlətin ikinci şəxsi müxtəlif istiqamətlərə səfərə getmirlər. Uzağa getmək lazım deyil. İki dövlət çevrilişi cəhdi olub Azərbaycanda Əliyevlər dönəmində. Mən cəhdi deyirəm, ona görə ki, rəsmi versiya belə olub da. Tutalım ki, Surət Çeynovun 95-ci ildə, 94-cü ildə güya çevriliş etməsi məsələsinə mən inanmıram. Orada heç bir çevriliş məsələsi yox idi. Rövşən Zavodov, Amun məsələsi isə var idi. Rövşən Zavodov bu barədə özü bəyanatlarını çıxış edir. Amma gəlin hesab eləyək ki, bunlar bir eyni şeydir də, eyni situasiyadır. Həmin o situasiyalarda Heydər Əliyev necə davrandı? Erdoğan'ı qoyar kənara, Putin'i, nə bilim, başqalarını. Elə İlham Əliyevin atasının davranışını götürək. O çıxdı xalqın qarşısına, göstərdi ki, mən varam, mən iş başındayam və bununla cəmiyyəti səfərbər elədi öz ətrafında. Rövşən Cavadov məsələsində 95-ci ildə isə Heydər Əliyev ümumiyyətlə ölkədən kənardaydı. O ölkəyə qayıtdı, gəldi. Bilirsiniz, belə hekayələr danışırlar. Nə dərəcədə həqiqətdə onunla işim yoxdur ki, güya Bakı hava limanı nəzarətdə ola bilərdi deyə, hətta Heydər Əliyevin təyyarəsi başqa bir hərbi limana, aerodroma enibdir. Bəs necə olur ki, Heydər Əliyev elə davrandığı halda onun oğlu, onun məktəbini keçmiş, onun davamçısı olduğu deyilən İlham Əliyev bu qədər arxain şəkildə yoldaşını göndərir Vatikana, özü isə gedir Qazaxstana. Təhlükə olduğu halda prezident kabinetində olmalıdır. Çünki kabinetindən tapşırıq verməyən prezident, müvafiq rabitə vasitələrlə tapşırıq verməyən prezident deyil. Demək o təhlükə ümumiyyətlə olmayıb. İndi yox, gəlin bir şans da verək və deyək ki, İlham Əliyevin komandası o dərəcədə etibarlıdır ki, İlham Əliyev hətta bir ayrıq ölkəni tərk edib gedə bilər. Tamam, deyək ki, bu belədir. Amma burada sual çıxır meydana. Ramiz Mehdiyevə hədəfə alanlar bugün, mən hakimiyyət adamlarını nəzərdə tuturam. Onların 95%, 98% hakimiyyət adamlarıdır. Bu və digər şəkildə hakimiyyətə bağlı adamlar. Amma mən məhz deputatları məsələn. Deputat kimdir? Ali qanunverici hakimiyyətin qanadıdır. Nə deyirlər? Deyirlər ki, Ramiz Mehdiyevin adamları bu günəcəndə müxtəlif dövlət qurumlarındadır və olduqca çoxdular. O zaman bu məsələdə əhəmiyyətini itirir ki, İlham Əliyevin çox etibarlı komandası var. Etibarlı komandanın daxilində Ramiz Mehdiyevin adamları olmamalıdır məntiqlə. O zaman sual olunur ki, baş verən nədir? Baş verən, bəli, çox ciddi bir eksperimentdir. Və buna geniş pəncərədən baxdıqda biz nə görürük? Dünyada bugün sürətlə demokratiyanın daralması gedir. Hətta demokratik ölkələrdə belə. Bunun üçün Amerika Birləşmiş Ştatlarına baxmaq kifayət eləyir, Fransaya baxmaq kifayət eləyir. Hakimiyyətlərin rolunun artması baş verir. Cəmiyyət hakimiyyət balansı pozulur. Bunun da səbəbi nə idi? Pandemiya. Çünki məhz pandemiya özəl sektoru, vətəndaş təşəbbüsünü arxaya çəkdi, hökumətlər önə çıxdı. Çünki resurslar onların əlində idi. Pandemiya zamanı istər özəl sektora, biznesə, istər insanlara yardım edən kim idi? Hökumətlər. Hardan eləyirdi? Büdcədən. Və musiqini sifariş edən kimdir? Pulu deyən. Bax, bu prosesin bir eksperimental variantı Azərbaycanda sınaqdan keçirilir. Bu barədə Qurban bəylə tamamilə razıyam. Və bu eksperiment yeni deyil. Tərtər qətliamının özü elə bir eksperimentin nümunəsi idi. Azərbaycanda dindarlarla bağlı, dindar kəsimlə bağlı yaradılan konfliktlər, ziddiyyətlər, onların kütləvi şərlənməsi, tutulması var, hamısı həmin eksperimentin tərkib hissəsidir. Azərbaycanda sərhədlərin bağlı saxlanması dünyada iki ölkənin sərhədi bağlıdır. Şimali Koreyanın və Azərbaycanın.
Bunun özü həmin eksperimentin başqa bir elementidir. Yəni burada biz çox şaxəli, çox vektorlu bir eksperiment görürük. Qaldı İlham Əliyevin Putinlə görüşdən sonra gəlib bu güya Putindən məlumat alıb, nə bilim Putinin ona deməsi ki, məni bezdirib Ramiz Mehdiyev. Sanki bu bir bazar söhbətidir, bu belə çox ucuz söhbətdir. Bunu qoyaq bir kənara. Niyə qoyaq bir kənara? Ona görə ki, birincisi, əgər Rusiya imperiya öz agentlərini satırsa, deməli, burada iki niyyət ola bilər. Ya İlham Əliyev üzərinə olduqca ciddi və əhatəli öhdəliklər götürübdür, ya da imperiya istifadə müddəti başa çatmış agentlərini təhvil verməklə digər qrup agentlərini qoruyur. Kəşfiyyatların fəaliyyətində belə şeylər var. Və Rusiyanı bugün kəşfiyyatçılar idarə edir. Ona görə mən buna inanmıram. Mən ümumiyyətlə inanmıram ki, belə bir şey olubdur. Həm də ona görə inanmıram ki, burada elə bir argument gətirəcəm ki, ona əks argument yoxdur. Ramiz Mehdiyev isteriyası başlayandan sonra yeri gəlmişkən, Ramiz Mehdiyevi başqaları kimi qılınclamayanda elə bilirlər ki, onu müdafiə edirsən. Xeyr, Ramiz Mehdiyev müdafiə edən bugün ona qarşı axmaq, sərsəm, ağla sığmaz ittihamlar irəli sürənlərdir. Çünki onlar faktiki olaraq bir siyasi texnologiya tətbiq edərək ondan əzabkeş obrazı yaratmaqdadırlar. Həm də qeyri-ciddi bir şey yerilir. Bəli, və qeyri-ciddilik yaradırlar. Yəni, Ramiz Mehdiyev söhbəti ortaya çıxanda bu şou, ilk günlər dedilər ki, Rusiya Azərbaycanda öz 5-ci kolonunun əlindən çevriliş edir. 2 gün bu narrativ atıldı gündəmə. 3-cü gündən isə birdən məlum oldu ki, ay, deməksənmi Putin İlham Əliyevə düşənbədə nəsə veribmiş. Məlumatlar, bilgilər, nə bilim, siyahı. Onda sual olunur ki, indi biz bunun hansına inanaq? Mən əminəm ki, Azərbaycan vətəndaşlarının 90% bunun heç birinə inanmır. Adi bir misal gətirəcəm. Bugün bir beyin hücumu gedir də, beyin fırtınası. İnsanların beyninə yeridirlər ki, belə bir təhlükə olub, bu olub, o olubdur və burada hər tərəfə oyununu oynayır. Və hələ bilmirəm bu mövzunu yeri gəlmişən kim ortayadır, bəlkə Rusiya atıb ortaya. Amma burada maraqlı bir fenomen üzrə çıxır. Biz, yəni bax, bu 3 nəfər burada oturan və bizim silahdaşlarımız, yəni Azərbaycan Xalq Parlamentinin üzvləri, ABA medianın ətrafında olan insanlar, müqavimət hərəkatı, Azərxidm ətrafında olanlar obyektiv məlumatlar verir və götürün, indi bax, bizim informasiya resurslarının baxış sayılarının dinamikası ilə həmin o isteriya qaldıran kanalların baxış sayı dinamikasını müqayisə edin. Siz görəcəksiniz ki, əsas diqqət bugün məhz məsələləri obyektiv işıqlandıran mənbələrədir. Yəni dinamikada baxdıqda, artım sayından baxdıqda, baxış sayının artımı nöqteyi nəzərindən baxdıqda. Yəni insanlar buna inanmırlar. Niyə inanmırlar? Ona görə ki, bizim atalarımızın müdrik kəlamları var. Bir yalancı nevi yandı, heç kim inanmadı. İnsanları o qədər aldadıblar. Bir il ərzində mən o gün Xalq Parlamentinin iclasında çıxış edərkən dedim ki, 4 dəfə media kampaniyası aparılıbdır ki, maaşlar artacaq, pensiyalar artacaq. Keçən il bu bir neçə dəfə aparılıb. Bugün yenə anons veriblər ki, pensiyalar artacaq. Bugün mətbuat yenə yazır. Yəni bu da eksperimentin başqa bir tərkib hissəsidir. Birisi bunun sosial komponenti var, bunun zorakılıq komponenti var, hüquqi komponenti var, ictimai siyasi komponenti var, administrativ komponenti var. Amma sonuncu fikrimi də tamamlayayım. İcazənizlə, bütün burada məğlub olan hakimiyyətdir. Ona görə ki, bu qorxu mühiti bugün artıq Azərbaycan vətəndaşı üçün yaradılmır. Azərbaycan vətəndaşı onsuz da qorxu mühitindədir. Bugün bu qorxu mühiti artıq əlində müəyyən resurslar olan, o cümlədən inzibati resurslar, maliyyə resursları, iqtisadi resurslar, media resursları olan kəsimi əhatə edir. Çox kiçik bir kəsimi, yəni hakimiyyət nümayəndələrinin müxtəlif səviyyələrdəki təmsilçilərini. Bu nədir? Bu iflic yaradır. Bu nədir? Qorxu yaradır. Bu nədir? İnsanlardan bir-birindən şübhə yaradır. Və mən deyə bilərəm,
Əgər biz bu hadisə hər necə bitəcək, ondan asılı olmayaraq bircə aydan sonra götürüb ölkədəki sosial-iqtisadi vəziyyəti bugünkü ilə müqayisə edəcək, görəcəyik ki, Azərbaycanda çox ciddi bir iqtisadi reqres gedirdi. Niyə? Çünki onsuz da idarəçilik sistemi çöküb, bununla isə o idarəçilik sistemi darmadağın olunur. Mən hələ onu demirəm ki, müxtəlif media resursları bağlanacaq, şübhəsiz bağlanacaq, bir qismi ən azı. Çünki burada həm də bir nəbz yoxlaması gedir. Görək kim nə edir.